Salam əziz izləyicilər, xoş gördük kanalımda. Bu günləri duru yağla kurabiyə hazırlamışam. Yəni evdə kərə yağı olmasa da belə narahat olmağa heç bir səbəb yoxdur. Bizim kurabiyələrimiz duru yağla hazırlanır. Çox da gözəl, ağızda ovulub dağılan yumuşaq kurabiyələr əldə etmişəm. Keçək hazırlama qaydasına. Əvvəlcə bir qaba 1 stəkan şəkər tozu, yəni stəkanın başı bir damcı aşağıdır. Gördüyünüz kimi 2 ədəd ağlı sarlı yumurta, şəkər tozu necə stəkanda başı aşağı idisə, o qədər də duru yağ bir stəkanda əlavə edirik və bunu mikserdən keçirdirik. Mikserdən ona görə keçirdirəm ki, burada şəkər tozu diri-diri qalmasın. Daha sonra üzərinə əlavə edirəm 4 stəkan un. Burada əziz xanımlar, ununuz bir damcı az, biraz çox ola bilər. Ona görə ki, yumurtanın böyük kiçikliyindən asılıdır. Yəni həm də ki, duru yağ ola bilər. Məsəl üçün 1-2 qaşıq az və yaxud çox ola bilər stəkan ölçüsü ilə sizlərdə. Ona görə unu ehtiyatla hissə-hissə əlavə edeyim. Mən burada 4 stəkan undan istifadə eləmişəm. 1 paket qabartma, 1 paket də vanil. Xəmir qəşəng yoğururam. Çox da gözəl, qəşəng xəmirimiz, şəkər çörəyi xəmiri kimi xəmir əldə elədim və qoyuram bir kənara. Heç gözlətmədən forma verib listlərə yığıram. Forma olaraq sizin özünüzdən asılıdır. Məsəl üçün istəyirsiniz bunu bir damcı oxlovla yayıb forma kəsən, peçeniya kəsən formalarla da kəsə bilərsiniz. Mən elə şəkər çörəyi formasında bişirdim. Ötürürəm sobaya, 170-180 dərəcəli sobada düz 20 dəqiqəyə bizim bu peçeniyalar hazır olur. Peçeniyalar hazır olanda üzərində çatlar əmələ gəlir. Yəni bu belə də olmalıdır. Əziz xanımlar, yenə deyirəm, siz əgər başqa formada etsəniz, peçeniyanı çox nazik yaymayın. Üzü partlayan peçeniyalarda ona görə qalın qalmalıdır xəmiri. Daha sonra gördüyünüz kimi bir ovuc şokolatı, yəni miqdar olaraq sizə göstərirəm. Həmişə xanımlar soruşur ki, şokolatı necə əridirəm? Düzdür, mən hər dəfə demək olar qaymağı da əridirəm. Bu dəfə duru yağ da əritdim. Hardasa 2 qaşığa qədər duru yağ əlavə eləyib, şokolatın üzərinə mikrosobada əritdim və gördüyünüz kimi axıntılı formaya gəldi. Belə olsa da narahat olmayın. Bu peçeniyaların üzərində bu şokolat qalıb bərkiyəcək soğuyandan sonra. Yəni ələ yapışan şokolat olmayacaq. 20 dəqiqədən sonra peçeniyalarımız hazır oldu. Gördüyünüz kimi çox gözəl, üzərində də çatlar yaranıb. Qəşəng peçeniyalar alındı əziz xanımlar. Yumuşaqlığı da tam yerindədir. Yəni demək qupquru peçeniyadır, yox. O peçeniyalardan deyil. Soğuyandan sonra, tam soğuyandan sonra həmən əritdiyim şokolatı bir dənə krem torbasına əlavə eləyib və peçeniyaların üzərinə gəzdirirəm. Əziz xanımlar, siz istəsəniz ümumiyyətlə şokolatı üzü üstə peçeniyanı batıra bilərsiniz. Hansı ki səhifəmdə islaq peçeniya, kakaolu bu formada buna oxşar hazırlamışam, qara peçeniya. Orada şokolatı məsəl üçün üzünü batırıram. Amma burada xətlər gedirəm. Siz istəsəniz məsəl üçün şəkər pudrası da əlavə eləyə bilərsiniz. Yəni zövqdən asılıdır. Ləpə qırıntısı üzərinə səpə bilərsiniz. Yəni zövqdən asılıdır. Necə istəyirsiniz, o formada da hazırlaya bilərsiniz. Əsas odur ki, mən burada resepti verdim əziz xanımlar. Baxın, burada da şokolad üzərində quruyub. Yəni tam soğuyandan sonra ələ yapışmır şokolad. Burada da kəsirəm, sizlərə göstərirəm. Yəni yumuşaqlığını tam burada görmək olur. İnanıram ki, resepti bəyəndiniz. Əziz xanımlar, əgər bəyəndinizsə, zəhmətə dəyər verib, bəyənmə düyməsinə toxunun. Şərhləri, əgər bir fikriniz, sualınız varsa, şərh bölümündə soruşa bilərsiniz. Sizin dəstəyiniz mənim üçün çox dəyərlidir xanımlar. İnanıram ki, siz də bu reseptdən razı qaldınız. Hələlik.